Ramazan ayında gün ərzində siqaret çəkməyən şəxslər iftar vaxtı ilə birlikdə ilk olaraq siqareti üst tuturlar. Uzun müddət nikotinsiz qalan orqanizm isə bu maddəyə daha həssas olur. Bəs orucu siqaretlə açmaq sağlamlıq üçün hansı təhlükələr yaradır? Həkimlərin sözlərinə görə gün ərzində ac və susuz qalan orqanizmdə qan dövranı və maddələr mübadiləsi fərqli fəaliyyət göstərir. Bu zaman siqaret çəkilməsi nikotinin qana daha sürətlə qarışmasına səbəb olur. Nəticədə ürək döyüntüləri sürətlənir, damarlar daralır və qan təzyiqində ani dəyişikliklər baş verir. 15-16 saat aralıqlı oruçdan sonra orqanizmdə susuzlaşma və tromboza meyillik yaranır və biz dərhal siqaret çəkdiyimizdə orqanizmdə nə baş verir? Həmin siqaretin tərkibində olan nikotin damarların ciddi daralmasına səbəb olur ki, bu da miokard infarktına, beyin insultuna gətirib çıxarda bilər. 12-13 saatlıq fasilədən sonra tütün məmulatlarından istifadə, baş gicəllənmə, halsızlıq və ürək bulanma ilə müşahidə olunur. Əllərdə, ayaqlarda titrəmə hissi, taxikardiya, ürək bulanma, baş gicəllənmə bu kimi şikayətlərin yaranmasına gətirib çıxarır. Əgər insan siqaretdən həmin dövrdə tamamilə imtina edə bilmirsə, bizim tövsiyəmiz o olacaq ki, iftarda qidasını qəbul etsin, suyunu içsin və yalnız 20-30 dəqiqədən sonra siqaret istifadə eləsin. Söhbət təkcə siqaretdən yox, bütün tütün məmulatlarından gedir. Hətta bəzən imsakı siqaretlə bağlayıb iftarı eyni qaydada açanlar var. Mütəxəssislər bildirirlər ki, orucu siqaretlə deyil, su və sağlam qidalarla açmaq orqanizmin bərpası üçün daha vacibdir. Ramazan ayı isə zərərli vərdişlərdən uzaqlaşmaq və sağlam həyat tərzinə keçmək üçün ən uyğun fürsətlərdən biri hesab olunur.